10 dekabr 2025-ci il bir xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstəgəl işarəsini bir dəfə vurmaqla kanalımıza abunə olun. Daxili İşlər Nazirliyindən Statinfoya verilən məlumata görə Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe, restoran, əyləncə mərkəzləri və digər ictimai yaşayış obyektlərinə baxış keçirilib. Nəticədə bir neçə restoranın saat gecə 12-dən sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud sürətdə pozduğu aşkar edilib. Həmin ictimai yaşayış obyektlərində yüksək səsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bu cür halların təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb. Qeyd edilib ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində məişət səs-küyü ilə bağlı nəzarət profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Əlavə edək ki, protokol tərtib edilən Bay Fatih restoranı meyxanaçı Akşin Fatihə məxsusdur.